Salam değerli həmvətənlərim, hər birinizi salamlayıram. Çox dəhşətli, sensasiyalı bir xəbər verəcəyəm. İlham Əliyevin ilk qətl törətdiyini deyəcəyəm. Moskvada insan ölümünə səbəb olub, adamı qətl edib, qaçmağından danışacağam. Ona görə Putin yenidən o cinayət işini qaldırdı, İlham dizini atdı yerə. Bu xəbərləri deyəcəyəm sizə. İlham Əliyev harda, necə, nəyə görə qətli törətdi? İlham Əliyevi qadın niyə döydü? İlham Əliyev hara qaçdı? Bu hadisəni kim gizlətdi? Daha sonra bu hadisə necə açıldı? Niyə açıldı? Alyona məsələsi dəhşətli şəkildə niyə ortaya atıldı? Putin hara qədər imkan verdi bu hadisənin getməsinə? Putin bu hadisəni qabağa getməyə niyə qoymadı? Mehman Hüseynovu Allahdılar. İndi dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, çox dəhşətli xəbərlərlə sizin xidmətinizdəyəm. Ancaq bir-iki özəl söhbətimi eləyim. Özəl, çox dəhşətli xəbərlər deyəcəyəm sizə. Amma bir-iki özəl xəbərlərimizi deyək. Biz bu İsrail-İran savaşında, Amerika-İran savaşında mövqeyimizi qoruduq. Biz hər zaman Trump'ı, İlhamı, Netanyahunu, Əli Hamneyi və ya onun yerinə olanı qınadıq. Paşinyanı da qınadıq. Biz balanslı, normal siyasətimizi yürütdük. Biz bugün məğlub olanın yanında olmadıq və yaxud qalib sayılanın yanında olmadıq. Bütün hallarda biz müharibələrin əleyhinəyik. Mən tək Netanyahunu qınayıram, ona görə ki, İlham Əliyevin kankasıydı. İlham Əliyev kimi diktatorun, mehribanın özəl münasibətləri olan adamıydı. Dəyərli həmvətənlər, mən hər zaman demişəm, Rus, Fars, Erməni, nə Yahudi, nə Ramiz Mehdiyev bu xalqın düşməni deyil. Bu xalqın düşməni, ümumilikdə insanlığın düşməni, bəşəriyyətin düşməni İlham Əliyevdir. İlham Əliyev ailəsidir. Ona görə burada yağışdan çıxıb yağmura tutulmayaq. Hələ başımıza dolu da yağdırmayaq. Bizim İlham Əliyev boyda bir düşmənimiz var, bir diktatorumuz var. Biz belə bir vaxtı nə İran rejiminin başında duranları, nə İsrailin başında duranlarını, İsraili, nə Trump'ı, nə başqasını özümüzə düşmən çıxartmamalıyıq. Biz İlham Əliyevdən başqa kimsəni təhqir eləməməliyik, kimsəni tənqid eləməməliyik. Biz ona görə gəlmişik Almaniyaya və yaxud Avropa ölkələrinə, İsveçrəyə, Fransaya, Hollandaya mübarizə aparırıq biz. Bizim məqsədimiz İlhamı oradan rədd eləməkdir. Azərbaycanda sivilizasiyalı bir hakimiyyət qurmaqdır. Biz durub burada gəlib Fələstin üçün mübarizə aparan deyilik. Fələstinlilər Fələstinə dəstək üçün Ermənistanda, Yerevanda metro adı açıblar. Metro. Yasin Ərəfatdan tutun. Bütün Fələstinlər Qarabağı erməni torpağı kimi tanıyıb. Ermənilərə hər cürə dəstək verməyə çalışıbdır. Biz düşünülmüş addımlar atmalıyıq, dəyərli həmvətənlər. Məsələn, Qabil deyir ki, İlham Əliyev Heydər Əliyevin oğlu deyil. İlham Əliyev Zori Balayanın Mikayandan peydahladığıdır. Bəziləri deyir ki, yox, Heydər Əliyev Tahir Salayevin oğludur, rəssam. Ay qardaş, mən deyən də ola bilər, siz deyən də ola bilər. Zaten Tahir Salayevə də çox oxşuyur, görürük. Dəxli yoxdur. Bütün hallarda Şamiyanın doğma oğlu Heydər Əliyev, Heydər Əliyevin oğlu olmaqdansa Tahir Salayevin oğlu olmaq daha məntiqlidir. Yəni İlham Əliyevə sərf eləyəndir.
Bugün ABA TV rəhbəri biz bilirik hökumətlə bağlılığı var. Mən Almaniyada çörək tapıram yeməyə, bu adam firmaları, evlər tikir firmaları var. Bugün niyə görə ortaya çıxardıq deyir İlham Əliyev Tahir Salayevin oğludur. Tahir Salayev tanınmış bir gözəl şəxsiyyət olubdur deyirlər. Amma mən də düşünürəm ki, bu Tahir Salayev 8 yaşında sərgi açdı. Bu Tahir Salayev düz əməlli hərbi xidmətdə olmadı. Demək olar ki, olmadı. Bu Tahir Salayev, mən araşdırdım azca, düz əməlli adam olsaydı bu qədər titullara sahib olmaz. Üstəlik bilirsiniz ki, Mehribanın qohumlarından rəssamlar çoxdur. İlhamın, Heydərin qohumlarından rəssamlar çoxdur. Ona görə deyələmədən Şaumyanın nəvəsi olmaqdansa İlham Əliyev Tahir Salayevin oğlu olmağı tercih edir. Yəni Şaumyanla bağlılığını kəsir. Necə olur ilə ABA TV-də dünən yox sırağa gün danışılır ki, İlham Əliyev güya da sensasiyalı bir şey deyirlər. İlham Əliyev Tahir Salayevin oğludur. Zərif Əliyev ilə boşanmışdı. Sadəcə Heydər vəzifəyə görə, Heydərin bir qızı var imiş. Sevil Əliyeva Heydərə vəzifə verilmək üçün məcburi evliliyi yürütdü. Zərif Əliyeva Ağdamlı prokurorla sevgili olmadı mı? Heydər Əliyev bilən kimi avariya düşüb öldürtdürmədi mi? Qazaxlı Göz İnstitutunun rəhbərinlə sevgili olmadı mı? Bugün Qazağı ən əzazil reisləri Qazağa niyə verir İlham Əliyev? Skoç ədalətdən belə indi də o birisi yaramaz Seymur Nəzibildir. O andan Ağdamlılara divan tutmur mu? Çünki zərifəni belə eləyən, din eləyən onlar olubdur. Qardaşlar, mən demirəm Tahir Salayevin oğlu deyil. Oğlu ola bilər, amma bugün niyə açılır? Bugün niyə açılır? Dəyərli dəyərli soydaşlarım, qardaşlar, bacılar, dəxli yoxdur İlham Əliyev kimin oğludur. Onun mətləbə dəxli yoxdur. Qanı erməni qanıdır mı? Bəli. Arvadının qanı erməni qanıdır mı? Bəli. Ətrafının qanı erməni qanıdır mı? Bəli. İsrail dəstəkli örgüt, bildiniz də hansı? K. Bildiniz də? 3 hərfli. O örgütlər, həmən o örgütlərin, YouTube'un xoşu gəlmir də birbaşa deyəndə adını, örgütlərin dəstəklədiyi Azərbaycanda idarə etmə sistemidir mi? Qutardı. İlham Əliyevlə yaxın dostu kimdir? Nəçirvan Bərzani. Mən Erdoğanı da qınayıram. İlhamı dəstəkləyən hər kəsi qınayıram. Deyələ, başda Netanyahunu, başda Trump'ı, Amerika yapılanmasını, dərin devlətini qınayıram. Türkiyəni, Rusiyanı, İsrail'i lap çox qınayıram, Netanyahunu daha çox qınayıram. İsrail ravilərini, hahamları. Niyə qınayıram? İşi kişi ilə görmək lazımdır. Dişi şeytanla, kişi zırığınla yox. İşi kişi ilə görmək lazımdır. İlham Əliyev kimi adam İran'a qarşı sizi sattı. Kişi ilə görmək lazım. Siz güclü oldu, sizin qucağınıza oturdu. İran güclü oldu İran'ın. İndi İran'ın könlünü almaq üçün Rusların. Buradan deyirəm. 40 il YPG, PYD, PJAK, Peşmerge, o birisi 40 il bunlara qulluq elədi ailəlikcə. 100 minlərlə silahlı örgütlər. Dədə Bala Əliyevi 57 il hakimiyyətdə saxladınız. Ne oldu? Sizi sattı mı hamısı? Sizi yarı yolda koydu mu? Hamısı. İşi kişiyle görmək lazımdır. Mən ama olsaydım, mən İsrail'den Amerika'yla yola çıkan birisi olsaydım, istənilən kimi İran'a zərbəni vurardım. Sözümü yemezdim. Götürdüğüm öhdəliyə sadiq qalardım. İlham Əliyev bugün hər kəsi satır. Girməyə deşik axtarır. İlham Əliyevin yerinə mən olsaydım,
beynəlxalq güclərin, qüvvələrin bütün istəklərini İlhamdan da yaxşı yerinə yetirərdim. Bugün beynəlxalq güclər, Rothschild ailəsi, Rockefeller ailəsi, Astor ailəsi, Soros ailəsi, Kral, Charles, onun ailəsi bugün utancla yaşamalıdır. Çünki 57 ildir bir adam Afrika deyil, Banan ölkəsi deyil, Azərbaycandır. Evrasiyanın mərkəzi, dünyanın göbeği, tarixi ipək yolunun keçən yeri Azərbaycanda 57 ildir dədə-bala devlət başındadır. Utanın! Ey bunları İlhamı dəstəkləyən Rabilər, ey İlhamı dəstəkləyən dünya gücləri, nə bilim, bütün dünya təşkilatları, utanın! 57 ildir bir xalqa divan. Ona görə heç vaxt İlhamı dəstəkləyənlər belə xoşbəxt olmayacaq. Heç vaxt İlhamı dəstəkləyənlər belə ağ günə çıxmayacaqlar. Get-gedə batacaqlar. İndi isə gəlin sizə dəhşətli faktları açıqlayım. Sir açım sizə. Getdik değerli dostlar, değerli həmvətənlərim. İndi isə mən sizə dəhşətli sir açıram. İlham Əliyev ilk qətil hadisəsini harda, necə, niyə törətdi? Qadın İlham Əliyevi, qız İlham Əliyevi niyə döydü? İlham Əliyev Moskvada qətil törədəndən sonra niyə qaçdı, hara qaçdı? Qətil hadisəsini kim bağladı? Qətil hadisəsini kim bağladı? Daha sonra Putin qətil hadisəsini niyə açıqladı, açdı? Başladı. İlk öncə Mehman Hüseynovu aldatdılar. Alyona məsələsində İlham Əliyevə Alyona üzərindən tərs şapalaq vurmaq istədilər. Alyona məsələsi İlham Əliyevə dərs vermək üçün idi. Alyona məsələsinin dalı gəlməliydi. Leyla, Arzu, nə bilim daha nələr, Mehribana kimi kasetləri yayılmalıydı. Mehman Hüseynova söz vermişdilər. Mehman bunu etməliydi. Amma əfsuslar olsun ki, Rusiya FSB-si, Rusiya kəşfiyyatı Mehman Hüseynova Alyonadan başqa neysə dəlil, subut, nəsə vermədilər. Mehman Hüseynova Deniz deyilən şəxsi çıxartdılar ki, o Deniz Rusiya FSB-sinin əməkdaşıdır. Verbovka edilmiş əməkdaşıdır. Denizdən Mehmanı əlaqəyə çıxartdılar. Alyonanın sirri, əxlaqsızlığını və çerez Fransa Alyonanın bütün valikə çıxmağından belə hamısını Mehmana məlumatı verdilər. Amma bu məlumatın dalı gəlməliydi. Daha sonra Leyla, Arzu mehriban olmalıydı. Putin imkan vermədi. Putin Əliyev ailəsindən əlaqədədir, münasibətdədir, münasibəti olubdur. Hələ mehriban Leyla Putinin özəl münasibəti olduğu, qonağı olduğu, medal taxtığı, nəm taxtığı adam olubdur. Ona görə Putin salam verdiği adama, çörək kəsdiği adama zərbə vurmaq istəməyibdi. Və Putin imkan vermədi məlumatın dalı paylaşılsın. Ailədə Putinlə bağlılığı olmayan bir dənə çujoy adam var idi. Çujoy adam. O da Alyona idi. Alyona'nı verdilər Raskoda, çala getdi. Dalını Putin qoymadı. Putin başqa cürə zərbə vurmaq tapşırığı verdi İlham Əliyevə və İlham Əliyevin ilk dosyesi Putinin qabağına qoyuldu. Dəyərli həmvətənlərim, nə dosyaydı o? Getdik. İlham Əliyev 19-20 yaş, ay fərqi ola bilər. 19 yaşının sonu, 20 yaşın əvvəli. Bu vaxtlarda qətil hadisəsi törətdi. Necə törətdi? Deyirəm sizə, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Deməli, il 1977. İl 1977. İlham Əliyev Moskva Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olubdu.
orada təhsil alır İlham Əliyev. Baxın ha, diqqətlə qulaq asın, sirr açıram. İlham Əliyev bu hadisəyə görə Putinin qabağında dizini atmağa gedir. Nələr deyəcəm, nələr. Değerli soydaşlarım, değerli həmvətənlərim, qardaş bacılar. Deyirəm, İlham Əliyevin təxminən 19 son 20 yaşı var, 19-20. Ay fərq eləyərəm. 1977 Moskva İlham Əliyev Beynəlxalq Münasibətlər İnstitutuna daxil olur. O institut 4 illikdir. 4 il təhsil almalıdır. Və sual ortaya çıxır. İlham Əliyev 2 il niyə Ukraynada oxudu? Niyə qaçdı Kiyevə? Baxın, 2 il niyə qaçdı Kiyevə İlham Əliyev? Baxın, 77-ci ildə Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olan İlham Əliyev zaten dərs oxuya bilmirdi. Bu taxtadan səs çıxırdı, İlhamdan səs çıxmırdı. Atası SSR Komünist Partiyası birinci katibi idi Bakıda. Birinci katib olan atasının şotuna qiymət yazırdılar. Neyse, balaca bu Heydər Əliyevin yetimçəsi İlham Əliyev birinci katib olan atasının şotuna kef eləyirdi. Yetene yetib, yetmeyene bir daş atırdı, ders okumurdu. Aynen tıyık qanmırdı. Qandığı qrafa yok idi. 1979-cu ildə zaten bilirsiniz de İlham Əliyev 17 yaşına kadar, 18 yaş, 17 yaşına instituta girdi. 17 yaşına kadar İlham Əliyev məktəbdə və yaşadığı binada müəllimlərin, direktorun, cemaatın başına işəməklə məşğul olubdu. Parabeyin başdan girişə olubdu. Bunu hamı bilir. Və məktəbi qutarmaz 17 yaşında bunu soxublar Beynəlxalq Münasibətlər İnstitutuna, Moskvada. Və orada değerli həmvətənlərim 2 il müəllimlər bezib əlindən zorla yola verilmiş. İkinci kursda 19 yaşında 1979-cu ildə İlham Əliyev perevod olur Ukraynanın Kiyev şəhərinə, oranın Beynəlxalq Münasibətlər İnstitutuna. Eyni institutda perevod olur, qaçır Moskvadan. Niyə? Deyirəm sizə. Düz 1981-82-ci ildə gəlir diplomunu almağa. Niyə? Niyə institutun ortasında 2 il qaçdı Kiyevə, təhsilini Kiyevdə aldı? Yalan deyən köpək oğludur. Baxın İlham Əliyevin. Baxın İlham Əliyevin dokumentinə, Wikipediyasına mən deyəni görəcəksiniz. Ne törsən, Moskvada Beynəlxalq Münasibətlər İnstitutu oxuyacaq, kursun orada 2 illik ortada. Ortada 2 illik. Gedirsən, ikinci kursun axırında gedirsən, 2 illik orada qalıb, sonra da gəlirsən 81-də, 82-də gəlirsən. Xeyr ola, diplomunu almağa, biraz da oxumağa gəlirsən. Xeyr ola, havanı dəyişməyə getmişdi. Maraqlı hadisə baş verir. 1979-cu ildə İlham Əliyev 2-ci kursda olanda qətl hadisəsi törədir. Belə ki, İlham Əliyev 79-cu ildə institutda grup yoldaşları ilə veçerka keçirirdilər. Veçerka, gecə keçirirdilər. Deməli, veçerka keçirirmişlər. Həmin gecə əylənirmişlər. İçki, əyləncə var imiş və veçerka keçirilən mərtəbə, bina 4-cü mərtəbədəydi. Hansısa binanın 4-cü mərtəbəsində, hansısa bir uşağın evində, o grup yoldaşlarının birinin geniş evində veçerka, gecə keçirirmişlər. Əylənirmişlər. Həmin gecə 4-cü mərtəbədən bir qız düşür yerə. 4-cü mərtəbədən bir qızı yerə salırlar, öldürürlər. Değerli həmvətənlərim, istintaq aparılır və qonaqlar, orada olan uşaqlar, təcili istintaq başlayır. Orada olan uşaqlar deyir ki, o qızı İlham Əliyev qəsdindən itələyib saldı yerə. Birisi də aynalar açıqdır. Sigaret, migaret, içki, Rusiya, tans, mans. İlham Əliyev, burada yazılır. İzahatlarda qeyd olunur ki, İlham Əliyev birinci katib, Azərbaycan Respublikası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyevin
Heydər Əliyevə görə xod gedirməyə çalışırdı. İlham Əliyev atasına görə xod getməyə çalışırdı, birinci katib olan atasına görə. Və bu qızı öpmək istədi, qucaqlayıb öpmək istədi, içib dalının açarını itirmişdi. Gördünüz də, Allah Pugaçovan zad nətər qucaqlayıb eləyir səhnədə. Bu adam nədir? Ebru Gündəşi zadı nətəri qucaqlayır, dana deyə Türkiyədə dana ləqəb almışdı. Neysə, bu adam atası, mənim atamı tanımırsan, kimdir mənim atam? Mənim atam birinci katibdir. Mən səni öpbəliyəm. Qız da deyir, mən nişanlıyam. Qız da deyir, qızın 21 yaşı olur. İlhamın 19 yaşının sonu. Sonu 20'nin əvvəli, 19'un sonu. Qızın 21 yaşı olur. Çəkir bilək, mən səni öpbəliyəm. Mənim atam birinci katibdir. Mənim gücüm, mən Rusiya bil. Qız da İlhama belə şillələr vurur. Şillələr vuranda İlham Əliyev piyandı. Əsəbləşir, qız öpbəyə qoymur, qızı belə aynadan tulluyur çölə. Belə qızı aynadan tulluyur. Atam məni tutaracaq deyir. Aynadan tulluyur qızı 4-cü mərtəbədə. Qız ölür. İndi dalına baxın, əsas məsələ dalıb. Bundan sonra, değerli həmvətənlərim, değerli soydaşlarım, bundan deməli, istintaq başlayır, ərzə yazırlar ki, bəli, bizim qabağımızda İlham Əliyev öpbə istədi, əl çəkmirdi qızın zorakılıq eləyirdi qızı, qız da deyirdi, nişanlıyam, sevgilim var və İlham Əliyev piyan olub qızı attı aşağı. Və değerli həmvətənlərim, hadisədən dərhal Heydər Əliyev, birinci katib Heydər Əliyev xəbər tutur, dərhal məlumat verirlər. SSR siyasi büro üzvü Yevgeni Primakovdan Heydər Əliyev xahiş edir ki, bu məsələni bağlasın. Primakov 2 il ərzində bütün o izahat yazanları, hadisənin şahidlərini ya ölümdən, ya iflic eləməkdən, ya da başa salaraq bütün ərzələri geri götürür. Bütün o etiraf eləyənləri, ifadə verənləri hamısını susturur. Cinayətin təsadüflə qız içibdi, piyan olub, təsadüfdən yıxılması sənədlərə qeyd olunur. 2 ilə bütün bu cinayət işi xətim olunur və İlham Əliyev çağırılır Moskvaya, institutunu təzdən orada davam eləməyə. Mən 1982-ci ilin əvvəlində Heydər Əliyev SSR-in birinci katib vəzifəsindən SSR Nazirlər Kabineti sədrinin birinci mavini vəzifəsinə təyin olunur və oğlu İlham Əliyevi çağırtdırır yanına. Beynəlxalq Münasibətlər İnstitutunun diplomunu təqdim eləyirlər, təhsil almadan. İlham Əliyevin ilk qətl hadisəsi bax bu oldu. Nişanlı qızı öpbə istədi, içdi, dalının açarını itirdi. Qız İlham Əliyevi şillələdi. İlham Əliyev itələyib onu, atam məni tutaracaq. Get itələyib, saldı onu 4-cü mərtəbədən öldürdü. Deyələmədələr, şok. İndi əsas məsələ. İlham Əliyev niyə yumuşalıbdı? İlham Əliyev niyə yumuşalıbdı? Həmin cinayət işini yenidən Putin qaldırtdırdı və İlham Əliyevə xəbər göndərildi. Bax, həmən tələbələr İlhamla oxuyanlardır. Bir çoxu salamatdır. Hamısını çağırıblar FSB-yə. Baş istintaqa, prokuratura, Rusiya. Hamısının təzdən izahatını alıb ki, bəli, o vaxt İlham Əliyev attı bu qızı. Cinayət işini Primakov bağlatdırdı. Nə bilim, kim bağlatdırdı? Bizə təsir elədilər. Həmən adamlar indi təzdən izahat yazır. Və İlham Əliyevə FSB vasitəsindən xəbərdarlıq göndəriblər ki, Putin sənin ilk qətl hadisəni ortaya qoydu. İlk qətl hadisəni ortaya qoydu. Gəl yanıma. İl yarımdır Rusiyaya getməyən İlham Əliyev düzdür. İlham Rusiyaya borcunu verməlidir, pulunu verməlidir. Amma İlham Əliyev gah İsrail, gah Trump, Zəngəzur körpüsü də aydın məsələ, Trump körpüsü oldu. Nələr. İlham Əliyev Putini arxadan neynədi? O deyirlər, o xəncərlədi məsələsi. İlham Əliyev həm dərsini verməlidir, həm Putinə borcunu verməlidir. Dəyərli bir daha İlham Əliyev Putinin köpəyi olduğu kadrlarda Trump'a təqdim edilməlidir. Və bu hava Ermənistandakı seçim də gəlir. Bu havalar Putinin havasıdır. Bilirsiniz ki, artıq
bu ayılar qış yuxusundan duran vaxtıdır. Ayı durubdur. Rusların simvolu ayıdır, ayı. Bu vaxtlar onlar ayılırlar. Və ayılanda da ən əziz adamını belə parçalamağa hazır olurlar. Dəyərli mədələrim, dəyərli soydalarım, İlham Əliyevlə Rusiyanın sadəcə ədavəti pul və başqasının qucağında oturmaq sadiqlik məsələsidir. Pul və sadiqlik məsələsi. Yoxsa ömrü boyu İlham Əliyev Rusun köpəyi olubdur, köpəyi olmağa davam edir. Neysə, İlham Əliyev Rusiyaya dəvət ediblər. İlham Əliyev Rusiyaya getmək istəmirdi. Nəhayət ki, Antalya forumu başladı. Antalya forumuna gedən İlham Əliyev, İran gözləyirdi ki, İranın rəhbərləri, Sepahın rəhbəri olan Kalibaf, Ərakçı, İranın Ali Məhkəmənin sədri, bu önəmli 3 şəxsdən biri gələcək, İlham Əliyev Erdoğanla bir yerdə poz verəcəklər. Amma heç kim gəlmədi. Təkcə səfir, Türkiyədə İran səfiri iştirak elədi. Üstəlik, Amerikanın səfiri Türkiyədə Tom Barak dedi, mənim reisim bir kəlməsinin 2 olmasını istəmir. Edərsinizsə, kim etsə onu devirəcəyik. Hər nəysə, İlham Əliyev orada niyə girdi qol-qola, əl-ələ tutdular? Niyə əl-ələ tutdular İlham Əliyev Erdoğanla və Pakistanın rəhbəri Şahbaz Şərifdən? Niyə? Məni Putin içəri basmağa çağırır. Putin mənə xəbər göndərib ki, İlham Əliyev dedi, mənə xəbər göndərib ki, gəlməsən istintaqa, beynəlxalq axtarışa verdirəcəyəm İlham Əliyev səni. Və nüvə devləti olan Şahbaz Şərif Putinlə danışaram, qarant verirəm sən tutulmayacaqsan. Erdoğan da dedi, Putinlə danışmışam, səni tutmayacaqlar. Normal qarşılayıb, sadəcə biraz xoş Trump'a qıcıq verəcəklər, bax bu mənim köpəyim yenə mənim yanımdadır. Hanı sizin Trump dəhliziniz? Hanı nə bilim o sikkələr alırdılar, nə bilim nə edirdilər? Bax, budur. Ona görə Türkiyə getdi. Ona görə Erdoğan və Şahbaz Şərif Putinlə danışdı ki, bunu həbs eləmə, bunu bağışla, bu sənin yenə köpəyindir. Biz atveçatıq ki, bu sənə sadiq qalacaq. Poxdu yiyibdi, qələt eləyibdi. Hələ çox yaxşı olar ki, Sepahdan da bunun münasibətini düzədəsiniz. Nə istəsəniz eləyəcək bu sizə. Amma Putin xəyanəti bağışlamır. Prigojini bağışladı mı? İndiyə kimi bağışladı? Bircə nəfər deyin ki, Putin onun xəyanətini bağışladı. Telmanı da bağışlamadı. Sən Türkiyəyə yatırım qoyubsan, milyardlıq. Budur, bax, İlham Əliyev qaçdı, xahiş elədi, neynədi ki, o vaxtı Lütfi Topal tutanda mənim dalımı xilas eləyiblər. Pulu buraxan AST Telmanla kim olubdu? Nəqliyyat Naziri Ziya Məmməd. O, Lütfi Topalın borcunu verən. Yəni, Montenegro'ya getdi, indi orada killer hazırlayıb bizə göndərir. Bizi vurdurmağa. Yenə boş durmur. Dəyərli vətənlər, dəyərli soydaşlar. Bildiniz də, AST Telmanda Mehriban Əliyeva ilə sifləşirmiş. Aya, bu nədir mən başa düşmürəm, aya? Bu nədir mən başa düşmürəm? Gəlin ocağa gələr. Aya, Zərifənin yatmadığı adam qalmadı. Ağdamlı prokuror, Qazaxlı Göz İnstitutunun rəhbəri, Tahir Saloyev. Aya, kim gəldi pisləyirmiş ki? Bax, Mehriban da Zərifənin ocağına gəldi. Gəlin ocağa gəlin. Bax, indi Mehribanın ocağına kim gəldi? Əmyona, Əlyona, Əlləməli Yona. Ay, qaynana çıxan ağacı gəlin budaq gəzər. İndi bax, Zərifə kimlə necə yatdı? Mehriban gəldi. Porno ulduzları, porno ulduzlarına dərs verən Mehriban Əliyeva. Bildiniz də o Fransalı porno, neydi onun adı, yazın bura. Fransalı porno ulduzu. Mehriban Əliyeva gəldi, hansı Zərifəyə dərs keçə bilər. O barədə, din barədə. Elə mi, elə? Ay, qadan Alyona gəldi, o Mehribana dərs keçə bilər. Din barədə. Vəssalam, qutarı getdi. Gəlin ocağa gələr. Qardaşlar,
İndi bilin ki İlham Əliyev Rusiyaya niye gedir? İndi bilin ki İlham Əliyevin ilk törətdiyi qətl hadisəsi təzdən açıldı. İndi bilin ki İlham Əliyevin çox cinayətləri var. Bu birinci səhvədir. Bu giriş hissədir. Bu birinci seriyadır. Alyonanı dayandırdı Putin. Niye? Ailə ilə çörək kəsib. Bir dənə çujoy adam var idi. O da Alyona idi. Qalan Leyla, Arzu heç kimə qoymadı toxunmağa Putin. Putin'de ne varsa da o pridel müəyyən şeylərə Putin həssas adamdır. Dalından sıra İlhamın kişini kişi yerindən başka yerden vurmaq lazımdır. Kişi başka yerden vurar. İlham kişi olmasa da. Sırası birinci cinayetini niye açtı? İlhamı çok cinayet törədir. Rusya'da da yüzlerle adam öldürüp iş adamı. Türkiye'de yüzlerle iş adamı. Tarihi şəxsiyyətlər, biznesmenler, iş adamları yüzlerle, minlerle öldürübdür. Hele Tatar hadisələrini demirəm. Hele türmeye kim çıxıb düşür hamısını? Siyasiler hamısı xərçəkdən ölür. Onlardan bir dənə efir eləyəcəm. Niye göre birinci cinayetini açtı Putin? Niye göre birinci cinayetini açtı? Səni beynəlxalq axtarışa verəcəm gəl Rusiya. İlham Əliyev getdi Şahbaz Şərifdən Erdoğan'dan xahiş elədi, Putin'dən xahiş elədilər. Tutma, həbs eləmə, üzerine getmə. Sizin köpəyinizdir. Bir qələt elədi. Trump'a yaxınlaşdı, Zəngəzur körpüsü, nə bilim nə. İsrail adından Ravi sizi kakalamaq istədi. Sizə aid olanı kimlərəsə verməyi istədi ya verdi bir hissəsini. Putin birinci cinayetini İlham Əliyevin qətl hadisəsini açtı ki, bak ha, birinciden gəlirəm. Ağıllı olmasan ikinci olacaq, ağıllı olmasan üçüncü olacaq, dördüncü və s. beyler. Değerli vətən, indi bildiniz mi? Nədir? Her neyse sağ olun, salamat kalın, berhudar ve bəxtiyar olun. Yayınımızı dəstəkləyin. Bu elə belə bir video değil, bu elə belə bir şey değil. İlham Əliyevin dizini yere atası videodur. Ama emin arxayın o ki, İlham Əliyevi nə Erdoğan tam dəstəkləyəcək. Bağışla, Erdoğan sadece ölümünü istəyir. Sadece Erdoğan'la şərikdir, Erdoğan ölümünü istəyir, mal hamısı buna qalsın. Putin'le şərikdir, Putin istəyir, mal buna qalsın. Değerli həmvətənlər, Raviləri, İsrail, Amerikanı allatdı, xəyanət elədi onlara. Sonunda İran'ın yanında oldu. Ondan qabaq İran'a xəyanət elədi. Sepahın qəzəbinə tuş gəldi, Sepah bağışlamır. Britaniyanı da barmağına doluyubdu, aldadıb İlham Əliyev, kral ailəsini. Hələ barmağına dolasa yaxşıdır, zibilə soxubdu. Endrey məsələsi də bunun bircə subutudur. Kral ailəsinin sirrini Endrey vasitəsilə başqa yerə daşıyıbdı. İlham Əliyev Astor ailəsinə xəyanət elədi. Rockefeller ailəsi Mehriban'ı Ustolunda otururdu, Ustoldan rədd elədi, qovdu. Artıq İlham Əliyev ona görə her şeyi satır. Qarabağda işlər 2% başa çatmayıb, Qarabağdakı şirkətləri satır. Getdi, hamısı maşınlara baxış keçirdi, satdığa qoydu, göstərmişəm. Şamağıda heyvan fermalarına baxış keçirdi, ferma qarışıq hamısını satdı. Satmaq da davam eləyir. Dalına, değerli vətənəm, Bakıda bu boyda sel su oldu, xalqın qabağına çıxan məmur yoxdur. Bir dənə xalq üçün iş, barmağına vuran adam yoxdur. Çünki bunların sonudur da, milyard qoyas deyil. Hə, bir dənə 55 hektar dənizə ada tikirlər, ada. Ada deyəndə, onu da ona görə eləyirlər ki, yəni ay millət, yalan danışırlar, ha. Yalan danışırlar, biz hələ ada tikirik, ada. Ada tikməyə nə qədər spot qoymaq lazımdır. Neft əllərində, salyarka benzin əllərində, texnika əllərində, всё. Çıngıl daşdır da, daşıyıb bir orada gölməçə salırlar, ada salırlar. Bunun nə mayası var? Haradasa brend məhsul gətirirlər. Xeyr, sadəcə xalqı ilə görüntü yaradırlar ki, bax, biz hələ getmirik, hələ buradayıq. Hacı, bir məktəbin direktoru, bir komandir, bir müdür gedənə kimi heç nə demir, gizli saxlayır. Özü bilir gedəcəyin gizli. Ama en pullu adamları yolmaq, ilişdirərək əlindən nəyini salmaq istəyir. Biraz da yığıb qaçmaq istəyir. Bax, Viktor Orban, İlham Əliyevin dayağı. Ne deyirdilər? NATO'da, Avropa Birliği'ndə Putin'in Troya atı Viktor Orban. Troya iti İlham Əliyevdir. Viktor Orban getdi Avropada İlham batdı dediler. Sıraz neynədi? Slovakiyada İlham Əliyev Rusiyanın obyektini elinden aldı.
Hə, nə danışırsınız siz? Rusiyanı bazardan çıxartdı, bazardan, neft bazarına, çıxartdı qaz bazarına. Hə, nə danışırsınız? Savaş daha da böyüyür. İstər İran, Amerika, istər Ukrayna, Rusiya. Rusiyanın da hər şeyi sanksiyalardadır. Bu anla İlhama köpəyinə zəngilədə köpək. Davay orada mənim nələrim var, mən olsa sanksiyadayım, nəsə eləyəmirəm. Həll elə, vəsə, qazancımız şərifdir. Və salam. Dəyərli vətənlər, biləsiniz siz. Azərbaycan indiyə kimi 4 trilyon sərvətimiz olur. Neft, qaz, 4 trilyon, yalandan deyir Quba-Diba doğrusa. Türkiyəyə satılan neft 5 qəpikdən büdcəyə girir, Gürcistana satılan 7 qəpikdən. Hara gedir bu pullar? Çıxarmağının qiyməti qaldırılır. Hasilatın çəkisi, qədəri azaldılır. Uğurlanılır. Satış qiyməti büdcəyə gəlib girmir. Halal minallah. Halal minallah Maliyyə Naziri nə dedi? Halal minallah Maliyyə Naziri nə dedi? Dedi ki Maliyyə Naziri. Ona görə də onu çıxartdılar ha. Neydi o uğraşın adı? Onu çıxartdılar. Maliyyə Naziri. Şirəliyev idi. Neydi onun adı? Maliyyə Naziri. O deyəcəm sizə. Hər neysə. Maliyyə Naziri dedi ki neftdən, qazdan başqa ikinci yerdə büdcəmiz cərmələrlə doldurulur. Cərmələrlə. Cərmələrin də böyük bir hissəsi polisin bu. Yəni polis insanları cərmələyir. İnsanları cərmələyir. Polis. O cərmələrində 80%, bax polis tutur, cərmələyir. İBAN nömrəsi verir. İBAN nömrəsi verir. Həmən İBAN nömrəsinə insan pul yüklüyor. Məlum olur ki, bu İBAN nömrəsi Mehribanın kasasına gedir. Vilayətin kasasına gedir. İlhamın kasasına gedir. Bu devlət büdcəsinə aid olan İBAN deyil. Bunu mən demədim. Bunu Samir Şərifov dedi və deyəndən də bir ay sonra vəzifədən başqa yerə getdi. İndi sözüm ondan getmir. Bu devlət o devlətdir ki, çıxır deyir ki, 700 milyon, 800 milyon cərmələrlə düzələcək. Cərmələrlə büdcəmiz dolacaq. Sən əvvəldən nə bilirsən ki, bu xalq nə qədər cərmə eləyəcək, nə qədər, bəlkə benzin bahalaşacaq, bəlkə belə pis çıxmasın, bir bomba düşəcək, bəlkə bir şua, bir nə bilim, mikrosxemlər yanacaq, nə bilim, bəlkə cəmaat bu qədər maşın sürənməyəcək. Sən bəlkə bu qədər yola çıxıb cərmə ödəyənməyəcək. Sən nə bilirsən ki, 1 milyarda yaxın xalqdan cərmə yığılacaq və bununla da polisin pulu veriləcək, xalqı yaxşı döysün deyə. Hər nəysə. Bu sirri açdım burada geniş şəkildə. Amma axşam bunu 10 dəqiqəlik, burada mənim adamlarım, axşam 10 dəqiqədən artıq olmayaraq bu sirri açacağım. Hər yerdə paylaşasınız ki, İlham Əliyevin bütün dizini Putinin qabağında atma, bu cinayət işi hamının xəbəri olsun, Türkiyə getməsi, bu cinayət işinin açılması, İlham Əliyevin təkrar Putinin qabağında gedib dizini yerə atması, bunlar hamısı elə belə deyil. Bunu xalq xəbəri olsun xalqın. Hər nəysə, sağ olun, salamat qalın, bərxudar və bəxtiyar olun. Sadəcə bu elə belə yayım deyil. Elə belə yayım deyil. İlham Əliyev bu yayımı eşidərsə administrasiyası dəhşətə gələcək dəli olacaq. Qabil bunu da mı bildi? Qabil bunu da mı dedi? Bax, bu saat Rusiya ilə İlhamın arasında gizli bu cinayət işi gedir. Bu cinayətə görə İlhamı diriyiblər divara. Bunu da sizdən gizlədirlər. Ona görə bəyənin, paylaşın ki, xalq xəbər tutsun ki, İlham hansı vəziyyətdədir, hansı kökdədir. Əlbəttə ki, Putin də bilir ki, İlhamın sonudur. Putin də İlham Əliyevi get-getdə cinayət işini ortaya qoyaraq alacağını tam almaq istəyir. Alacağını tam almaq istəyir. Vəssalam. Putin onu demək istəyir ki, Rusiya, dümbələk düdük, 19-cu ildə ilk adam öldürdüyün sənədlər məndədirsə, o sübutlar məndədirsə, onu ortaya açdım, tökdümsə, gör sənin indiyə kimi necə qətliyamlarından xəbərin var. Sənin qətliyamlarını ortaya tökməmiş, mənim bütün borcumu ver.
Gel bir burada da poza bir. Ondan sonra Trump'a da bir görüntü göstererek orada dəli olsun ki, benim itim mənə sadiqdir görüntüsü göstererek. Ondan sonra da ged o Paşinyan barədə planlarımızı yerine getirmeye. Daha sonra da vaxtını say, geriye sayım başladı. İlham Əliyev üçün geri sayım başladı. Mən ciddi təhdidlər alıram, ciddi mesajlar alıram. Məni axtarırlar, İlham Əliyev məni axtarışa verib, Mehriban Əliyevin quldurları məni axtarır. Lakin mən yenə də sizin efir vasitəsilə də demək istəyirəm ki, mən ölümdən, ay nə bilim hücumdan, belə şeylərdən qorxmuram. İnsanın qismətində nə varsa, yəni Allah Taala mənə nə qədər can sağlığı versə, nə qədər bilsə ki, Mehman Hüseynov yaşamalıdır, mən İlham Əliyevin gülləsindən də sağ çıxacağam, onun yumruqlarından da, hücumlarından da sağ çıxacağam. Yəni məni İlham Əliyevin bu təhdidləri, bu hücumları qəti qorxutmur. Biz bu işə, mən bu işə başlayanda, bu materialları yayanda mən dərk eləyirdim nəyə imza atıram, məsuliyyətini dərk eləyirdim, cəzasını dərk eləyirdim və peşman deyiləm. Sizi axtarışa verib, yəni məqsəd nədir? Sizlə necəsə razılığa gəlməkmi, necəsə nə bilim mənlə ehtiyac yoxdur. Necə? İlham Əliyev mən həbsdə olanda da mənlə razılığa gəlmək istəyirdi. Anamı öldürəndə də mənlə razılığa gəlmək istəyirdi. Həbsdən sonra da mənlə razılığa gəlmək istəyirdi. Mən amma məndən kimsə soruşmayıb da. Yəni mən İlham Əliyevlə razılaşmaya istəyirəmmi? Mən yox. Mən o adamla danışmaq istəmirəm. Mən o adamla heç bir kontakta girmək istəmirəm. O adam diktatordur. O adam bütün xalqın haqqını yeyib, haqqını uğurlayıb, bu milləti əzib, alçaldıb və mən belə adamla bir masaya, hansısa razılığa gəlmək özümə təhqir kimi bilirəm. Yəni İlham Əliyevlə danışıq olmayacaq, razılaşma olmayacaq. Mehman Hüseynovun niyyəti nədir? Həqiqətləri demək, çəkmək, araşdırmaq, görsətmək, güldürmək, hər şey. Ona görə də xalq bugün sizə inanır, xalq bugün bizə inanır, bizə güvənir və biz xalqın ümidlərini doğrultmalıyıq. Ona görə də məni axtarır ki, cəzalandırsın, məni axtarır ki, dərimi soysun, məni axtarır ki, bu serialların davamı gəlməsin. Amma mən yenə deyirəm ki, xalq məni qoruyur, Allah məni qoruyur və nə qədər yaşayacamsa bir o qədər də mən öz fəaliyyətimə davam edəcəm. Və həqiqətən də bu bir ay 5 gün biz çox böyük nəticə fərqlər də görməkdəyik. Yəni ələxüsus da AXCP sədri Əli Kərimlinin həbsə atılması, yəni bu sanki həmin o icebergin görünən hissəsinin lap piki idi. Yəni Azərbaycan müqaviməti qırmaq baxımından, yəni necəsə hələ bəzilərində bir his vardı ki, yox Azərbaycanda qalmaq olur, Azərbaycanda söz söyləmək olur, müsahibə vermək olur. Yəni kimlərdəsə nə qədərsə halda bir ümid var idi. Amma Azərbaycanda ümumən fərqli fikir tamamilə susturulduqdan sonra, əsas müxalifət partiyasında başı yeyildikdən sonra, yəni artıq belə deyək də rahat idilər ki, biz istədiyimizə çatdıq. Şimdi böyük hissəsini görmüş kimi özlərini hiss edirdilər və birdən-birə gözləmədikləri bir tufan qopdu. Bilmirəm bu qasırğadırmı, bu nədir və hər halda dəyiblər bir-birlərinə. Və bu baxımdan mən əlbəttə ki, Emin Hüseynovun da rolunu qeyd etmək istəyirəm. Yəni sizin filmləriniz öz yerində, amma Emin Hüseynov sadəcə olaraq oraya düşməklə, sadəcə olaraq çəkməklə, hərçən ki adama nə çəkməyə qoyurlar, nə sual verməyə, nə danışmağa qoymurlar, güya ki əngəlləyirlər. Amma Emin Hüseynovun çəkdikləri, yəni Münxen Təhlükəsizlik Konfransı çərçivəsində, məsəl üçün İlham Əliyevlə bağlı adamların həqiqətən də gözünü açdı ki, xəbəriniz olsun ki, məsələn,
budur vəziyyət. Yəni çünki adamlara bir televiziya ASTV-lərdən, ictimailərdən bir reallıq göstərilir ki, İlham Əliyev dayanıb sakit, güya bunun qabağında jurnalistlər, hansı mikrofonlar, sual verirlər. Nə hansı dildə istəyirsən, keç yuxarı başa. İstəyirsən ingiliscə sual ver, istəyirsən rusca, istəyirsən. Güya ki bu adam belə mətbuata azad, demokratiya, pluralizm. Birdən-birə Emin Hüseynov göstərir ki, qardaş, bunlar jurnalisti terrorçu bilirlər. Yəni sinəsinə verib irəli bu adamın qabağını alıb göy qabağında 50 avtomatlı bir snayper dayanıb. O snayperi buraxmaq olmaz prezidentə yaxın. Bunu necə qoruyurlar jurnalistlərdən? Bunu nətər, bunu çəkmək olmaz. Sən demə bu firondur. Ona baxsan o əvvəllər bilirsiniz də. İndi Sevinç xanım, gözəl məqamat toxundunuz. İndi təsəvvür edirsiniz siz bu İlham Əliyev mühafizə ilə 40-50 maşınla Qarabağa gedəndə, güya Ağdam sakinləri ilə görüşəndə siz indi başa düşürsünüz ki, orada təsadüfi adam olmur. Orada öyrədilmiş. Bax bu əsas məqamdır. İlham Əliyev Münhendə bizə göstərdi ki, bu Qarabağa Ağdam cəmaatı ilə, ay nə bilim Kəlbəcər cəmaatı ilə, Gəncə cəmaatı ilə bu görüşdüyü adamlar trollardır. DTX-nın, polisin iş verənləri, agentləri. Orada İlham Əliyev Ağdam sakinləri ilə görüşəndə, orada bilin ki, milçək uçdusa, milçək də DTX-nın buraxdığı milçəkdir. Quş uçdusa, quş belə DTX-nın quşudur. Yəni variantı yoxdur. Sadə adamın, vətəndaşın, zəhmətkeşin ora yaxın düşüb, nəsə danışması, sual verməsi imkanı yoxdur. Yəni faktiki olaraq, hətta Emin Hüseynov göstərdi ki, deyir, İlham Əliyevin öz korteji var. Onun arvadının öz korteji var. Yeri gəlmişkən bu günlər 9 il tamam oldu da Mehriban Əliyevan vitse-prezident olmasının. Bu 9 il ərzində bu xanım 9 dəfə ağzını açıb danışmayıb. Emin danışdırıb. Emin danışdırıb, o da damarı şişib, görürsünüz görüntüdə, damarı da belə hirsindən, qəzəbindən, əli ilə filan deyir ki, bəs siz və böhtan atır ki, sən həmin adamsın. Yəni bu adamın öz korteji, siz bir anla təsəvvür edin, öz korteji var, o demək ki, adamın öz təyyarəsi var və bu da təsdiq olunub. Öz personalı var, öz işçiləri var, öz nə bilim köməkçiləri var. İlahi bu bizim əlbəttə sonra pul olmayacaq, uşaq pulu ödəməyə, pensiya ödəməyə, hardan pul ola bilər? Bəs bunları saxlamaq lazımdır ya. Yəni, təsəvvür edirsiniz, bunlar eyni yerə gəlirlər, ərar var. Eyni oteldə qalır, eyni nömrədə qalırlar. Hərəsinin ayrıca korteji olmalıdır. Bu dövlət büdcəsindən bilirsiniz nə qədər bunların mühafizəsi üçün, bunların korteji üçün nə qədər milyonlar gedir. Və indi təsəvvür edin, Sevinç xanım, bax bizi izləyən dostlar, indi o Azərbaycanda olan real vəziyyəti dərk eləyir. Bax, İlham Əliyev evindən çıxıb prezident aparatına gedir. Bu ayrı kortejdir. Yollar bağlanır, iflic olunur. O tıxaclar niyə çox alıb Azərbaycanda? Sonra Mehriban gedir. Allah eləməsin, Bala Heydər evdən çıxdı kortejlə. Bunun Alonası var kortejlə. Leyla Əliyevası, Emin Ağalarovu, Arzu Əliyeva. Bunlar Azərbaycanda tıxacların səbəbkarı Əliyevlər ailəsidir. Çünki ayrı-ayrı kortejlərlə gedirlər. Kiminsə indi Leylanın ürəyinə bir restoran da düşsə, vay o hala ki, batdıq. Yəni və bizim də davamız odur ki, insanlara izah eləyək ki, baxın, Alon Əliyevanın keçmişi bizə maraqlı deyil. Bu kimlərlə sevgili olub. Maraqlı odur ki, niyə Alon Əliyeva kortejlə gəzməlidir? Niyə buna dövlət büdcəsindən pullar ayrılmalıdır? Niyə bu bahalı geyimdə sumkalarla, niyə bunu 40 nəfər qorumalıdır? Niyə bunlara pul xərclənməlidir? Axı bu pulla, bu maddi maliyyə ilə ölkədə en qədər problemi həll etmək olar. Baxın, hər sessiyada, Milli Məclisdə nə gedir? Gəlin pensiya yaşını qaldıraq, gəlin qazın suyun işığın qiymətini qaldıraq, gəlin cərimələrin qiymətini qaldıraq. Ancaq xalqı sıxışdırmaqla, xalqı talamaqla vaxt keçirirlər. Və bu siz düz deyirsiniz. Bu niyə baş verir? Bu ona görə baş verir ki, İlham Əliyev, Mehriban Əliyeva Münhenə gələndə bunlar ayrı kortejlə getməlidir,
ayrı komanda ilə getməlidir. Zontik tutanları ayrı adamlar olmalıdır. Bunlar puldur. Bunlar maliyyədir. Bunlar rasxoddur. Boş rasxoddur. Yəni bunlara sən ər-arvad bir maşında getsəniz nə olar ki? Ər-arvad bir zontiki tutsanız nə olar ki? Yəni bunlar insanlar başa düşməlidirlər ki, bax bizim pullarımız, neftin, qazın, bizim sərvətimizin pulları bax belə mənasız işlərə gedir. Cəhənnəm tutam ki getsin. Mən deyirəm ki indi bu Mehribana İlham oğurlayır. Amma heç olmasa azca da olsa cəsarətləri çatsın ki bir müstəqil mətbuatın nümayəndəsi Emin Hüseynovun suallarına heç olmasa cavab versinlər. Təhdid etməsinlər. Suallardan qaçmasınlar. Ən azı bunu heç olmasa eləyin də. Ən azı bunu etmək olar axı. Mən zontiklardan danışmışkən, o silahlı zontiklər, bilirsiniz, indi bunlar deyir, görməmişim bir uşağı oldu da, bunlar indi elə bilir ki, əlləri ki pula çatıb, bunlar biz novelty, təzə bir şey fikirləşiblər ki, indi çətirlə jurnalistlərin başını yiyəcək. Əslində bu tarixdə yaxşı təsbit olunmuş bir təcrübədir ki, necə hələ 1929-cu ildə 29 idi mi? Mən ili səhv eləyə bilərəm. Bəlkə də ondan sonra olubdu. Deməli bir Bolqarıstanın jurnalisti var idi, Georgi Markov. O artıq Londondaydı, hətta BBC-də işləyirdi və avtobus dayanacağında dayanırdı. Onu deməli hökumət göndərmişdi deməli öldürmək üçün və çətirlə ayağında bir deməli iti bir nəyinsə ayağına dəydiyini hiss edir. Yadındadır o hadisə. Bəli. Və bu deməli onun çətirin ucuna deməli zəhər qoymuşdular və o çətirlə Georgi Ivanovu öldürmüşdülər. Bunlar indi İlham özü siz də fikir verdiniz. Bəylər, obirsi bunlar çətirlə gəzir. Bu nə çətirdir? Bu sən jurnalistə hücum bəli. Sevinç Hanım, mən düşünürəm ki, İlham Əliyevin o qədər ağlı yoxdur ki, çətirin ucuna zəhər qatsın. Biz İlham Əliyevin mahiyyətini Vaşinqtonda gördük. Tofiq Bəyanoğlu, Rəhim Yaqublu və iki siyasi mühacir 3-4 nəfər çıxıb İlham Əliyevin qabağına siyasi məhbuslara azadlıq desin. Əllərində çətir var idi. Çətirdən istifadə ediblər. Götürüb quldur kimi düşüblər bu adamların üstünə yumruq təpiklə. Bunlar görün nələrə əl atırlar. İndi siz belə danışanda kimsə düşünər ki, İlham Əliyevin mühafizəsi belə ciddi bir mühafizədir. Mən İlham Əliyevin mühafizəsindən çox şübhələnirəm və narazıyam, belə deyək. Çox narazıyam, çünki Vaşinqtonda olan hadisə göstərdi ki, İlham Əliyevin mühafizələri heç nəyə hazır deyirlər. Onlar özlərini o Azərbaycanda polis biri boks oynayır deyə, biri dayanıb, mən belə ümumiyyətlə bodyguard can güdən görməmişim. Dayanıb boks oynayırdı. Bax, boksördə görünür də. Adam o tərəfdədir. Belə eləyir, dayanıb belə boks eləyir. Gedirsən, belə təsəvvür edirsiniz. Bu qeyri-peşəkar, bu qeyri-ciddi davranışdır. Bunu bilirsiniz harda mən görmüşəm. Polis bölməsinə mən düşəndə orada serjantlar deyirdilər. Sən idin araşdırmanı paylaşan, sən idin serjant, vəzifəsi olmayan ya da polis rəisi. Bax, İlham Əliyevin mühafizəsinin davranışı da küçə uşaqlarının davranışıdır. Problem budur. Problem budur. Sən özünü mühafizəsən. Mühafizə işi İlhamın yeməyini, onun otağını, aynə bilim, onun birbaşa həyatına təhlükə varsa, onu qorumaqdır. Yoxsa mən belə baxıram ki, orada bir 30-40 mühacir mitingdə olsaydı, İlham Əliyev oğrayacaqdı. Belə ya bilirsiniz, əvvəla qeyri-adekvat say o öz yerində. Yəni heç etirazçıların sayı bilmirəm neçə nəfər idi. Bunlar ondan 2-3 dəfə çox orada adamdan çox it var idi. O adam orada etirazçıdan çox bulun can güdənləri idi və eyni zamanda yəni qeyri-adekvat davranış. Yəni sanki bunlara elə tapşırıq verilmişdi ki, get göstər ki, doğrudur, mən bunu da bu məqamda etiraf etməliyəm. Yəni Əliyevlərin ən çox qorxduğu bir kəlmə var.
Nə bunların kimini istəyirsən təhqir et, söy, nə bilim, o sözü bunların dilinə gətirmədi. Bu da diktatordur. Nəsə Əliyevdə xüsusən də məhz o kəlməyə bir allergiya var. Mən onu fikir vermişəm. Məsələn, bilirsiniz də o Fransa jurnalistlərini niyə üçün vermişdi həbsə? Uduzurdu o məhkəməni. Deyirdi ki, yox, yenə get o birisi apellyasiya, get bu bir. Axıracan getdi də və axıra da ki uduzdu. Heç birisinə qələbə olmadı. Nə üçün? Çünki o jurnalistə deməli bunu diktator adlandırmışdı. Bəli, o Cash Investigation onu diktator adlandırmışlar. Və burada cavanlar da, etirazçılar da Washingtonda diktator qışqırırdılar. Diktator, özü diktator bütün dillərə tərcümə olunurdu. Yəni bütün dillərdə də konuşulur da. Diktator. Yəqin bu mühafizəçilərdə başa düşdü ki, İlhamın ən qıcıq yaradan bu sözdür. Bunu heç olmasa cənab prezident eşitməsin deyə. Bəlkə başqa söz qışqırsaydılar, döyməyəcəkdilər bunları. Yəni, məsələn, Azərbaycanca azadlıq qışqırırsa, bu tərcümə olunmayan bir şeydir. Nə bilim, siyasi məhbus tərcümə olunmayan bir şeydir. Başa düşmür də. Amma diktator odur ki... Diktator bunların dərdi böyük. Bütün bu mənzərə onu göstərir ki, İlham Əliyev özünü küçə aşağı kimi aparır. Mühafizəsi özünü küçə uşağı kimi aparır. İlham Əliyev professionallıqdan, ay nə bilim, adekvatlıqdan, ay nə bilim, yəni İlham Əliyevin davranışı və Mehriban Əliyevin da davranışı eynən mafiya, ya küçə uşağı kimi danışıb da. Sən idin Ayman Hüseynov, səfirliyə qadın paltarında girən. Bunlar axı vitse-prezidentin deyiləcək sözlər deyil. Bu mühafizənin, İlham Əliyevin davranışı prezidentin davranışı deyil axı. Bunlar niyə belə eləyir? Bunlar düşünür ki... Bunlarda bu, Mehman bəy, mən sizə deyim də, nəsillikcəndir. Yəni ki, bu KQB dəstə xəttidir. Mən xatırlayıram, Heydər Əliyev BBC-yə müsabiqəyə gəlmişdi. Bu da KQB məktəbini keçmiş bir adam. Bu artıq bilirdi kimin yanına gəlir. Deməli, bizdə bir jurnalist var idi. Sumqayıtdan idi. Atası, anası Sumqayıtda yaşayırdı. Belə elədi, onu gördü. Deyir ki, sən o Sumqayıtdansan, Sumqayıtdadır sənin valideynlərin. Bizdə oğlanın sifəti belə ağırdı da. Bu adam indi sual verməyə hazırlaşır ki, bəs Azərbaycanda falan. Bu şantajdır da. Yəni ki, onlar gələndə artıq bilir ki, yəni Mehriban Əliyevanın o cavabı, bu əvvəla bir səmimi reaksiya deyil. Bu məsəl üçün təhdiddən başqa heç nə deyil məncə. Bu təhdid, bəli. Yəni bu həm də ki o axırdakı sözləri də var ki, Allah canınızı saxlasın. Valla ondan üstündən heç bir sutka keçmir, məlum olur ki, Emin Hüseynovun izləyirlər, onun həyatına qəsd təhlükəsi var. Belə çıxır ki, o da təhdid edir də. Yəni kimsə ilk reaksiya odur ki, bundan məsum nə var ki, başqa birisinə deyirsən ki, Allah səni saxlasın. Sən burada isə məlum olur ki, əgər bir sutka sonra bu adamlar orada peyda olublarsa, bu deməkdir ki, sən dərhal bu müsabiqədən sonra onu öldür komandası vermirsən də, elə deyil. Doğru, yəni, doğru. Təşkil olunmaq, səfərbər olmaq, getmək, adam göndərmək və s. bunlar vaxt çəkir. Və burada da baxın, İlham Əliyev və onun ailəsi hansısa problemi həll eləməkdənsə, hansısa məsələyə insani, hüquqi qiymət verməkdənsə, İlham Əliyev və Mehriban Əliyev hansı yola yenə atdılar? Yenə kriminal yola əl atdılar. Yenə də dövlət büdcəsindən milyonları xərcləyirlər ki, məni, sizi, Emini, bizi cəzalandırsınlar. Yəni bunlar üçün, yenə deyirəm, bəzən mənə deyirlər, ay Mehman, bu Avropada İlham Əliyevlə hüquqi dildə danışsaq daha məsləhətli olar, ay nə bilim. Yəni İlham Əliyevlə İlham Əliyev qarşısındakı adamı zəif görsə, onu mülayim görsə, o düşünmədən, yəni o bilsəydi ki, Emin Hüseynov orada zəif bir figurdur. O bilsəydi ki, mən də zəif adamam. Elə vurub orada siz demişsiniz, zontiklə başından vuracaqdı, öləcəkdi və salam. Deyəcəkdi, elə bu getdi. Amma bizim İlham Əliyevlə o qarşı-qarşıya gələndə İlham Əliyev başa düşür ki, biz güclü adamıq, biz onun dilində danışa biləcək adamıq, biz
onun pullarından, milyonlarından, onların killerlərindən qorxan adam deyilik. Amma İlham yenə də pulu mənasız yerlərə xərcləyir. Ay nə bilim, kriminal dəstə axtarır, onlara pul verir, onları göndərir İsveçrəyə, izləyin, vurun, döyün. Amma Sevinç xanım, bir şey deyim ki, bu addımlarda İlham Əliyev üçün çox baha başa gələcək. Yəni Avropa ərazisində və ya Amerika ərazisində kimisə təqib etmək, öldürmək, fiziki hücum etmək, bu terrora bərabər bir şeydir. Yəni İlham Əliyev əgər İsveçrədə Eminə hücum hazırlayıb, ona fiziki hücum etmək istəyir, öldürmək istəyirsə, bu Avropa dilində, yəni İlham Əliyev Avropa ərazisində terror törədir. Bunun başqa xuliqanlıq adı deyil, bunun adı ay nə bilim küçə davası deyil. Bu terrordur və mən düşünürəm ki, İlham Əliyev düşünməlidir ki, gələcəkdə onun adını diktatorlar siyahısına yox, o qorxmalıdır ki, onun adını terrorçuların siyahısına daxil eləsinlər və o daha pis bir şeydir. İmicinə daha pis təsir eləyəcək, daha biabırçı, daha rəzil günə düşəcək. Yəni bunu nəzərə almalıdır. Əslində bu Vaşinqtondakı davranış, etirazçılara hücum, onların döyülməsi, mən açığı xatırlamıram ki, Azərbaycanda müqavimətlə bağlı beynəlxalq mediada bu dərəcədə işıqlandırma olsun. Doğru. Hamı yazdı, hamı işıqlandırdı, hamı o süjetləri göstərdi, paylaşdı. Nə bilim, Guardiandan tutmuş CNN-ə qədər və digərləri. Washington Post və s. Bəli. Yəni bunlar hamısı ciddi, mötəbər mətbuatdır və eyni zamanda da bu həqiqətən görünməmiş bir hadisədir. Mən başa düşürəm ki, onların başqa motivləri var idi. Başa düşürük ki, orada bir qisas var idi. Ola bilsin ki, bu onların tərəfindən cavabdır. İndi birdən-birə bunu deməyirlər ki, gedin onlardan. Sizə bəli. Qısaca bir gülməli lətifə deyil. Mənə deməli zəng eliblər. O Vaşinqtonda İlham Əliyev qarşısına çıxıb etiraz edənlər. Mənə deməli danışmışam, Rəhimlə danışmışam, Bəxtiyarla. Onları salamlayıram. Onlar dəyərli insanlardır. Deyir Zərgeflə, deyir Mehman, sənin bu Alona məsələn olmasaydı bizi də döyməyəcəkdilər. Siz düz deyirsiniz. O Alona'nın qisasını da bu uşaqlardan alıb. 100%. Yox, 100%. Yer gəlmişkən birini qoyub obrusuna keçin. Bayaq siz o cərimələrdən, siz o yollardakı tıxaclardan danışırdınız. Bilmirəm bu həqiqətdir, yoxsa ki bu da bir lətifədir. Bakıda bir partiya sədri var. Deməli bu ümidli idi ki parlamentə düşəcək və bu deməli müsahibələr verir, tıxaclardan danışır. Bunu nəsələ salmayıblar parlamentə. Deyir ki, ay abi axı mən bu əlimdən gələni etmişdim. Mən ancaq tıxaclardı. Deyir, o da ona deyir ki, əşə tıxaclardan danışmaq olmazdı. Bilmirsən tıxac kiminkidir? Tıxac kiminkidir ya? Söhbətə baxaq, tıxac kiminkidir? Mehman bəy, deməli gəldik bu heç şübhəsiz ki bir reaksiya idi. Mən bunu belə başa düşürəm. Mən sizin fikirlərinizi bilmək istəyirəm. Yeri gəlmişkən bizim 1600 təxminən adamız. Lütfən 1600 bəyənmə, çünki biz davam edirik. Mən belə başa düşürəm ki, bunlar öz aləmində çox böyük bir zərbə alıblar və gözlənilməz yerdə gözlənilməz cür zərbə. Çünki bunlar öz aləmində düşünürdülər ki, biz bitirmişik hamını. Və birdən-birə məlum olur ki, öz zəhərlərinin dadını bilirlər ki, biz indiyədək bunları şantaj edirdik. Sən demə, bu necə pis bizi də edə bilərmiş. Sən demə, bunu hamı edə bilirmiş. Təkcə biz yox, təkcə bizim resurslarımız lazım deyil. Yeri gəlmiş ki, ona da qayıdacağım ki, bu resurslar məsələsinə. Və birdən-birə bunlar həmin o zərbədən necəsə ayılmaq istəyirlər. Yəni, ümumiyyətlə, adam əgər söyürsə, demək ki, o zəifdir. Deməli, o güclü mövqedə deyil. Və həmin bu əzişdirmək, həmin o boksör kimi, boks, get bunları vur günən falan və s. Bunlar hamısı qəzəbin püskürməsi idi. Həm də ki, qarşısını almaqdır. Yəni, mən indi hər yerə gedəcəm, bunlar qabağımda bitəcəklər və diktator qışqıracaqlar və qorxu, vahimə də yox olub. Bəli, buyurun. Hüseyin Sağ, mən bir məsələ ilə sizdə razı deyirəm. Siz deyilmişsiniz ki,
söyüş söymək zəiflikdir. Mən bəzən söyüş istifadə edirəm və mən düşünürəm ki, bu İlham Əliyevin başa düşdüyü dildir. Yəni İlham Əliyevə sizin efirdən də bildirim. Mənim evimə kamera qoyanda, Əli Nağıyev mənim evimə kamera qoyanda, mənim yatağımı güdəndə, deməli və sonra məni şantaj eləyəndə, mən rəsmi məndə kağızlar durub. Məndə deməli rəsmi bildiriş də durub. Mən Daxili İşlər Nazirinə müraciət eləmişdim, prokurorluğa müraciət eləmişdim ki, evimə kameranı kim qoyub araşdırsınlar. Mənə rəsmi cavab veriblər ki, biz bu məsələni araşdırmayacağıq, özünü cırma. Deməli mən, İlham Əliyev deyir ki, hüquq işləmir, İlham Əliyev deyir ki, məhkəmələr işləmir, İlham Əliyev deyir ki, prokurorluq işləmir, mənəm burada ağa və mən ölçüb biçdim, mən başa düşdüm ki, İlham Əliyevin deməli hansısa dildə qandığı bir şey var. Hüquq dili deyil, sivil dili deyil, amma söyüş dilində bu niyəsə başa düşdü. Mən bu söyüş ritorikasını bəzən istifadə eləyəndə İlham Əliyev, baxın, mən yatağıma demişdim ki, kim kamera qoyub, hüquqi qiymət verilsin. İlham Əliyev deyirdi ki, gedə buradan. İndi mən Alonanı qabağına qoydum. İndi mənə zənglər dayanmır ki, araşdıracağıq bunu, kim qoyub ev və kameranı. Bax, indi... Bu zənglər var, eləmi? Əlbəttə ki, indi deyirlər ki, dayan, ay mehman, dayan, araşdıracağıq. Mən də deyirəm kim ki, deyir indi bunu? mənə maraqlı Yəni bu kimdir bunu deyən? Yəni araşdıracaq hökumət İlham olmalıdır, məhkəmə Əliyevin olmalıdır. ətrafı və şəxsən İlham Əliyevin özü. Artıq mənə maraqlı deyil ki, mənim evimə kameranı qoyub. Mənə artıq maraqlıdır ki, Yəni İlham Əliyevin evinin əminsinizmi ki, bəli, siz əminsinizmi ki, bunu deyən doğrudan da ki, Azərbaycan hakimiyyətidir? Yəni Əliyev hakimiyyətidir. Mən mənbələrim var və bu mənbələr dəfələrlə əlaqədə olmuşam, dəfələrlə hansısa məsələdə kommunikasiyamız olub. Yəni bu Daxili İşlər Nazirliyindən mənə adam zəng eləyib ki, araşdıracağıq. Nə vaxt olub bu? Təzəlikcə. Yəni bu seriallar çıxmağa başlayandan sonra. Alona məsələsi çıxandan sonra təxminən neçə həftə əvvəl? Hətta olsun 5 gün əvvəl, bir həftə fərqi yoxdur açan. Alona məsələsi 22 yanvardan çıxandan sonra artıq bunlar üstünə düşüb ki, mehmanı kim çəkib, gəlin bunu araşdıraq. Mən də deyirəm ki, artıq mənə maraqlı deyil, vaxt sizin vaxtınız getdi. Mən indi dərk elədim ki, deməli İlham Əliyevin hansısa dildə başa düşəcək bir qrafası var. O da yəni bunlar da fərqindədirlər ki, yəni bunlar da fərqindədirlər ki, əslində o çəkiliş sizin səbir kasanızı aşdıran məqamdır. Eləmi? Yəni və burada faktiki olaraq onu araşdırırlar. Dırnaq arasında da indi mən demək məcburiyyətindəyəm. İndi bunlar araşdırmağa çalışırlar ki, əslində bunu kim etmiş olurlar. Yox, Sevinç xanım, mənim istəyim bu mənim şəxsi qisasım deyil də. Yəni bu en qədər siyasi məhbusun ailəsini güdüb, sizə kimi hücumlar olub, siz də şantajla üzləşmişsiniz. Mənim dostlarım, siyasi fəallar, digər jurnalistlər, Azərbaycan cəmiyyətinin nümayəndələri, biz cəmiyyət olaraq, Azərbaycan vətəndaşları olaraq İlham Əliyevdən hər bir ailə əziyyət çəkib, hansısa formada, kimsə polisə gedib, deyib ki, mənim 100 manatımı oğurlayıblar, polis deyib ki, araşdırmayacam, get hara istəsən de. Kimsə yol polisinə rüşvət verib, sonra prokurorluğa şikayət eləyib, prokurorluq deyib ki, səni tutacam mən rüşvətlə. Polisə işləyirəm, hər bir ailə İlham Əliyevin sistemindən əziyyət görüb. Mən də onlardan biriyəm. Mən daha çox görmüşəm, kimsə daha az görüb. Amma görmüşük bu problemləri. Mənim tərəfimdə o deyil ki, mənim evimə kameranı qoyan araşdırsın. Mənim daha ehtiyac yoxdur, mən bilirəm kim qoyub. Əli Nağıyev qoyub, kim üçün çəkib, onu da bilirəm və nə üçün çəkib, onu da bilirəm. Ta mənə ehtiyac yoxdur. Amma mən istəyirəm ki, heç olmasa bundan sonra həbsdə olan dostlarımız, siyasi məhbuslarımız, müxalifətin nümayəndələri, siyasi fəallar daha hədə qorxu ilə, şantajla üzləşməsinlər. Bax, bunun qarşısını ala biləcəyikmi? Mən düşünürəm ki, bəli, bu Alona söhbətindən, Alona serialından sonra İlham Əliyev bir də
cəsarətlənib kimlənsə hədə qorxu dili ilə danışmayacaq. Çünki siz demişkən, o özü artıq bu hissləri yaşayıb. O başa düşür artıq ki, bu hədə qorxu, bu gecələr yatmamaq, narahat olmaq nə pis hisslər imiş. Mehman bəy, Budur. Yəni, mən başa söhbət düşürəm, burada sizin rezonunuzu tamamilə başa düşürəm, yəni sizin argumentlərinizi, amma digər tərəfdən mənim üçün, mən sizin yerinizdə olsam, mənimlə bağlı desələr, məni şantaj edirdilər də, siz xatırlayırsınız da, bəli. filan şeyləri yayacaq. Məsəl üçün, mənə maraqlı olardı, elə bir araşdırma açılsaydı Azərbaycanda. Yaxud sizinlə bağlı elə bir araşdırma demirlər ki, məsələn mənə qarşı fışqırdırdılar Mirşahini də, elə deyilmi? O televiziyada nələrsə göstərirdilər, şantaj, yalan o görüntülər və s. Mənim üçün məsələn maraqlı olar, əgər mən onun məhkəməsini görsəm Azərbaycanda. Demirlər ki, istəyirsiniz biz barışığa gələk. Yəni bu əslində onun etirafıdır ki, özləri də fərqindədirlər ki, özləri gətirib çıxarıblar vəziyyəti buraya. Yəni, məsələn, bu günlər, indi fevral ayıdır, yox, deyəsən yanvar ayıdır. Fevralın 21-i. Nəyi nəzərdə tutursunuz? Bugün fevralın 21-i. Yox, mən nəyi nəzərdə tuturam? Sizin deməli, həbsdən yanvarın elə 20-si filan da siz buraxılmalıydınız, elə deyilmi? Mən martın ikisi buraxılmalıydım, amma yanvarda İkinci cinayət işi açdılar. İkinci cinayət işi açılmışdı. Bəli, bəli. Neçə il keçib üstündən? Deməli, deyim də mən sizə. 5 il. 5 il mi? 6. 2019 idi da, indi də 2026-dır. Faktiki 6 deyək. 6. Deməli, bunlar hətta 7 il olur da məncə. 2019 idi, indi 2026. Deməli, o zaman əgər onlar Mehman Hüseynovu həbsə atmasaydılar birinci dəfə, ikinci dəfə sizə ikinci cinayət işini açmasaydılar, sonra azad etməyə məcbur olandan sonra da sizi şantaj etməsəydilər, illərlə sizin evinizdə, nə bilim, kamera qoymaq və s. Daha sonra bu çirkin əmələ getməsəydilər ki, atanı oturt, qardaşı oturt və hansısa, nə bilim, cinsi aktları otur göstər filan. Yəni, bu biabırçılıqdır da. Bax, indi bu saat qanun qəbul ediblər mənəviyyata qarşı. Ən böyük mənəviyyatsızlıq budur da. Yəni, sən bütün pərdələri qaldıbsın, o çirkin, o dibə düşkünən. Dibin dibidir də bu. Yəni, bunun oyanısı mən daha həqiqətən təsəvvür etmirəm. Yəni, özləri də ola bilsin bunun fərqindədirlər ki, nə tökərsən aşına, o çıxar qaşığına. Yəni, bugün onların üzləşdikləri bu böhran, bu heç şübhəsiz ki, böhrandır da. Yəni, biz bunu adı ilə adlandırmalı. Bu çox ciddi bir böhran yaşamaqdadırlar. Bunun səbəbkarı ilk növbədə özləridir. Və əgər onlar sizə belə bir ismarış göndərirlərsə ki, ay Mehman, bəlkə biz araşdıraq kim lazımdırsa, nə bilim, cəzalansın. Hər halda mən elə gəlir ki, bu pis bir şeydir. Qoy etsinlər, qoy hamıya qarşı bunu etsinlər. Qoy bütün kimləri şantaj ediblərsə araşdırsınlar. Yəni biz indi özümüz fərqindəyik ki, bunlar yuxarının sifarişi ilə idi, yuxarının tapşırığı ilə idi, əlbir edirdilər. Amma qoy oyun oynasınlar da, niyə də yox? Bu heç olmazsa bunu çirkinlikləri edən o aşağı səviyyədəki işçilərə də bir dərs olar ki, bax, sizi özünüzü qurban verirlər, bunları etməyin. Buyurun. Doğru, amma yenə də bir məqamla razılaşmıram. Biz indi motoru biz xodlanmışıq. Biz uduşlu tərəfik. İlham Əliyev uduzur. İlham Əliyev çıxılmaz vəziyyətdədir. Və mən düşünürəm ki, onun mənə təklifi ki, araşdırarıq, yaxşı olacaqdır, cəzalandırarıq. Bu istəyir time out, vaxt tutmaq istəyir. O istəyir ki, mən kasetləri dayandırım, serialları dayandırım, bu vaxt tutsun. Amma mən İlham Əliyevi yaxşı tanıyıram. Biz artıq əgər onu zəif nöqtəsindən tutmuşuqsa, mən onu buraxmayacam. Mən nə qədər ki sağam, yəni o vaxt tutmaq istəyir ki, mən bir 2-3 həftə sakit durum, o məni 2-3 həftədə vurub öldürsün, şikəst eləsin, sonra da gec olacaq. Elə qoy mən onu elə zəif nöqtəsində tutmuşum da, mən ona vaxt verməyəcəm bir də. Mən qəti İlham Əliyevin və onun rejiminə şans tanımayacam. Yoxdur, vaxt yoxdur. İlham Əliyevin vaxtı bitib. İndi vaxt bizdədir, indi güc bizdədir, blogerlərdə, onlayn telekanallarda.
İndi mən sizə Sevinç xanım bir şey də deyim. Mən bu günlərdə Kürdahanı həbsxanasından siyasi məhbuslardan məktub almışam. Mənə deyirlər ki, Mehman, həbsxana sizin fəaliyyətinizdən danışır və biz burada özümüzü tənha hiss eləmirik. Biz başa düşürük ki, kimsə bizim qisasımızı orada alır, kimsə güc göstərir İlham Əliyevə. Bu da bir gücdür. Başa düşürsünüz, misal üçün Tofiq Yaqubun oğlu gedib İlham Əliyevlə üz-üzə çıxıb, etiraz eləyib. Atası orada güclüdür də. Atası başa düşür ki, bunun oğlu orada boş dayanmır, vuruşur. O gücdür. Həbsxanada insanlar, çöldə olan insanlardan güc alır. Bu çox vacib bir məsələdir. Həbsxanada olan siyasi məhbuslar bizlərdən güc alır. Bəli. Və onlar başa düşəndə Əslində, ki, bəli. və onlar başa düşəndə kimsə bax otağa rəis, həbsxanada məhkumlar bu məsələni danışır və onlar kimsə orada deyə bilər ki, Mehman mənim dostumdur, mənim dostum bu məsələni qabardır. O gücdür, o mənəvi gücdür. Söhbət fiziki gücdən getmir, mənəvi gücdən. Və indi də biz İlham Əliyevə vaxt verməməliyik ki, bu araşdırsın Mehmanı. Ta Mehman məsələsini Mehman özü araşdırıb. Mən bilirəm kim çəkib. Mən bilirəm ki, digər siyasi fəallar da kim çəkib. Ta bunun ehtiyac yoxdur araşdırmağa. Mən istəyirəm ki, İlham Əliyev indi bizlə hesablaşsın. Bax, indi mənim tələblərim də gəlir. Siyasi məhbuslar azad olunsun. Ay nə bilim. Siz bunu tələb edirsiniz. Bəli. Siz artıq qərarınızı vermisiniz ki, sizin tələbiniz budur. Buyurun. Bəli, burada artıq güc mən tərəfdədir və mən artıq tələbləri deyirəm. Mən deyirəm ki, bax bunlar olmalıdır bənd və bənd. Çünki sənin İlham Əliyev statusun qalmayıb. Sən prezident, müzəffər lider kimi statusun qalmayıb. Davam edin tələblərinizi, siyasi məhbusları azad edin. Sizin yeganə tələbiniz budur? Yox. Mən ölkədəki vəziyyəti çox yaxşı bilirəm. Çünki mənim yarım milyon izləyici Instagramda var. Yarım milyon TikTokda, yarım milyon YouTube. Bütün təbəqə ilə mən əlaqədəyəm. Mənə insanlardan statistikanı araşdırmışam. Azərbaycan əhalisinin 95% banklara kreditləri var. Kiminsə 100 manatı, kiminsə 10 min manatı, kiminsə 5 min manatı. İlham Əliyev ölkədə vətəndaşlara qarşı tələ qurub. Hamını banka otuzdurub, kreditə otuzdurub və siz Sevinç xanım bilirsinizmi? Ölkədə bugün 70% əhalinin 70%-i ölkədən çıxışına stop qoyulub. Nədir? Bunun banka 50 manat borcu var, 100 manat borcu var. İkinci tələbim nədir? 2019-cu ildə 30-40 min adam mənə görə meydana çıxanda, mənim azadlığımı tələb eləyəndə İlham Əliyev həmin ərəfədə bir mühüm amnistiya vermişdi. 10 min manata yaxın kredit borcu olanların kreditlərini bağlamışdı. Mən indi deyirəm ki, bu bir daha da təkrar olunmalıdır. Kimin ki ən az 10 min manat İlham Əliyev üçün nə puldur? Alona 100 manatlıq velosiped ona buna hədiyyə verir və düşünür ki, bununla da imic qazanacaq. Bunlar bitdi. Bu uşaq oyunları bitdi. 10 min manata yaxın kimin banka kredisi varsa bağışlanmalıdır. Bu mənim üçün İlham Əliyev eləmir. Mən İlham Əliyev üçün deyirəm ki, ən azı birazca da olsun hörməti qalxsın. İlham Əliyev və onun ailəsi hal-hazırda ölkənin ən hörmətsiz ailəsidir. İmici təzdən azca bərpa etmək üçün martda gəlir Novruz bayramı. 8 martı. Əff eləsin, azad eləsin şərlədiyi adamları. Novruz bayramında insanlar üçün kiçik bir maliyyə amnistiyasını elan eləsin ki, 5 min manata yaxın, 10 min manata yaxın kimin krediti varsa bağışlandı. En qədər problem var. Edərsə nə olar? Edərsə özünü xilas etmiş olar. Yox, yəni sizin tərəfinizdən. Yox, mənim tərəfimdən nədir? Mənim işimin adı nədir? Fəaliyyətimin yəni adı siz nədir? dayandırarsınız araşdırmanı? Yox, mən demirəm ki, mən dayandıram. Mən deyirəm ki, mənim işim nə idi? Mənim işim araşdırmaq və ortaya həqiqətlər demək. Mən deyirəm ki, İlham Əliyev artıq hörmətsiz adam olub. Yox, yəni mən elə başa düşdüm ki, açığı siz deyəndə ki, bütün siyasi məhbusları azad etsin. Siz bunu şərt kimi qoyursunuz ki, əgər azad etsə mən yeni filmlər olmayacaq. Hə. Yaxşı, qoy sizə deyim. Siyasi məhbuslar azad olsa, Alona Əliyevanın
lap çirkin məlumatlarını ortaya çıxartmaram. Yaxşı, qoy belə olsun. Ki o məlumatlar da ortaya çıxandan sonra İlham Əliyevin nazirləri belə salam verməyə utanacaqlar İlham Əliyevə. Yəni Mən belə deyərdim də, siz niyə görə ad çəkirsiniz ki? Əgər madəm belə bir proses başlayıbsa, sizə digər materialları da göndərirlərsə, digər üzvlərlə də bağlı, belə ümumləşdirib demək olar ki, mən dayandıracağam. Yeni nə bilim, bomba materialları. Yaxud göstərəcək. Zaman göstərəcək. Mən tələsən yerim yoxdur. Mənim harasa tələsən yerim yoxdur. Mən indi bağlanmışam otağıma. Onsuz da rahat həyat yaşaya bilmirəm. Gedib dostlarımla görüşə bilmirəm. Gedib dostlarımla görüşüb kofe içə bilmirəm. Mənim həyatım mürəkkəbləşib. Mən indi özümü qorumalıyam. Öz ətrafıma baxmalıyam. Küçəyə çıxanda bilməliyəm. Amma yəni yenə deyirəm, mənim tələsən yerim yoxdur. İlham Əliyevin nə deməkdir bağlanmışam otağa? Nə deməkdir? Yəni mən indi siz düşünürsünüz ki, mən hər gün gedirəm, gəzirəm, təbiətə çıxıram, restoranlara gedirəm. Siz düşünürsünüz ki, mən belə həyat yaşayıram indi? Yox. Yox, əlbəttə ki. Hansı ağılsız adam bilə ki, bunu təhdid edirlər, bunu axtarırlar, bunu öldürmək istəyirlər və məni indi hal-hazırda qoruyan polislər və məni qoruyan hal-hazırda dövlət deyir ki, bala, sən evdən çıxanmasan, çıxacaqsan, hansısa məqamda səni tapancayla güllənin təpəsindən qoyacaqlar və salam. Sən indi elə məqamdasan ki, sən qorunmalısan, sən ehtiyatlı olmalısan, otur, evdə, yeməyi ye, çayını iç və dua elə. Mənim aynə bilim, çıxım gedim baseynə, gedim idman eləyim, gedim dostlarımla görüşüm. Belə komfortum yoxdur. Mən bu komfortdan imtina eləmişəm. Niyə imtina eləmişəm? Ki, İlham Əliyevi görsədim ki, İlham Əliyev səninlə mübarizə aparan, sənin dilində mübarizə aparan adamlar var. Sənə problem yaradacaq insanlar var. Yəni, sən dostlarımızı həbsxanaya atmaqla, onları şərləyib Kürdaxanaya göndərməklə bilmək ki, sənin işin rahatlanıb. Bilmək ki, sənin işin asanlaşıb. Biz sənə problem yaradacağıq, biz sənə dərs keçəcəyik, biz sənə suallar verəcəyik, biz səni sorğulayacağıq. Yəni, faktiki olaraq, deməli, Emin Hüseynov 10 ay İsveçrə səfirliyində oldu və bu haqda bugün filmlər çəkilməkdə. Bu filmləri hələ ki DTX çəkir. Mən əminəm ki, Hollywoodda digər Netflixdə başqaları da bu filmləri çəkəcəklər. Çünki bu öz-özlüyündə çox gözəl, həqiqətən də hekayədir. Yəni, mübarizə ki, qeyri-adi kreativ mübarizə yolları və siz faktiki olaraq ikinci bir hekayəni yazmaqdasınız. Yəni, 1 ay, 5 gün bir otaqda qalmaq, bu sacrifice, çox böyük bir qurbandır da. Yəni, Azərbaycanın istiqlalı naminə, Azərbaycanlılar indi gedib havaya çıxa bilirlər, gəzə bilirlər, təmiz hava oda bilirlər, idman edə bilirlər. Mehman Hüseynov isə bir otağa qalır, sığınır. Niyə? Çünki onun araşdırması davam etsin, onun işi görsün, ona əl qaldırmasınlar. Yəni, bu özü də siz ikinci bir story yaratmaqdasınız və bu çox həqiqətən də gözəl bir hekayədir. Mən, bəli, başqa... Tam doğru və mən buna bilərəkdən bu addım atmışam. Yəni, məndə Alona o demişdilər ki, Alona məsələsinin ucunu İlham Əliyevə görsətsəydim, bugün mən də Bala Heydər kimi Bodrumda dincələrdim, bugün mən də kartezlə gəzərdim, bugün mən də diskotekalarda, barlarda kef eləyərdim, qızlarla gəzərdim, onlarla görüşər. Amma mən bunu seçmədim. Mən dedim ki, mənə nə pul lazımdır, nə bahalı həyat lazımdır. Mənə lazımdır ki, xalq həqiqətləri bilsin və mənə lazımdır ki, İlham Əliyev problemlər içində yaşasın. Onda da o. Necə ki, məndə indi komfort həyat yoxdur. Mən İlham Əliyevə də həmin o şəraiti yaratmışam. Siz düşünürsünüz ki, o indi evdə qırmızı ikra yeyib xoşbəxtdir. Xeyr, İlham Əliyev qırmızı ikra yeyə bilər. Mən də burada xiyar yeyə bilərəm. Mən xiyar yeyirəm, o qırmızı ikra yeyir, amma o xoşbəxt deyil. O da mənim kimi artıq gecələr narahat yatır. Narahat.
Bəli. Əlbəttə ki, bax bu Yox, bu gördük də, nəticə. narahatlığı gördük. Yəni München göstərdi ciddi bir narahatlıq. Yəni mən ikinci belə bir dövlət lideri təsəvvür etmirəm ki, bu qədər jurnalistdən çəkinsin, özünü mühafizəçilərdən yıxsın Sevinç xanım, ətrafına. bax burada mən Bu jurnalistin şərhlərə- əlində silahı yox, heç nə yox. Sən niyə bir nəfərdən belə qorxmalısan? Bəli. Mən şərhlərə baxıram Sevinç xanım, düz deyir. Daha bir tələb. Mən indi başa düşdüm. Mən bilirsiniz nəyə başa düşdüm? Artıq bunu millət başa düşdü. Qarabağı alan İlham Əliyev olmayıb. Qarabağı alan şəhid qardaşlarımız, qazilərimiz olub. Və bir qazi görürəm ki, sizin şərhdə yazıb. Mehman, bizim 80 manatımızı da zəhmət olmasa deyir. Bəli, mənim bir tələbim də Qarabağı azad edən qazilərin haqqı tam ödənilməlidir. 80 manat pul heç Alon Əliyevanın nəyi? Heç Alon Əliyevanın pişiyinin yeməyi pulu deyil. Alon Əliyevanın pişiyi qazinin aldığı 80 manatdan daha çox, daha bahalı həyat yaşayır. En qədər problem var Sevinç xanım. Qazilərin, şəhid ailələrin və İlham Əliyev bunları göz yumur. Ancaq Alona Bala Heydər, Alona Bala Heydər. En qədər problem var. Yəni siz indi desəniz ki, Mehman tələblərini de. Mənim tələbim odur ki, İlham Əliyev otursun, düşünsün ki, harda boşluq buraxıb bu, harda problemlər var və o problemləri başlasın həll etməyə. Yox, əgər özünü yenə də küçə uşağı kimi aparacaqsa, Mehman Hüseynov 2 qat küçə uşağı kimi özünü aparacaq. Yəni İlham Əliyev düşünməsin ki, bu özünü quldur kimi aparacaq. Mən də buna mələk sifətinlə qabağına çıxacam. Mən də onun addımlarını atacam. O necə davranacaqsa, Mehman Hüseynov da elə davranacaq. Digərlərinə cavabdeh deyirəm. Mehman bəy, bu arada hökumət mirzələrinin ən çox vermiş olduğu cavab bundan ibarətdir ki, sən demə bunu edən Rusiyadır. Rusiya İlham Əliyevdən qisas alır, çünki xanım Ukraynalıdır. Yeri gəlmiş ki, mən ilk gündən bunu demişəm və indi də təkrar edirəm ki, onun hər halda mənim üçün Ukraynalı olması yaxşıdır ki, nəinki pisdir. O deyirlər bizə Qot Nisanovun nə bilim qoxumudur. Elə Ukraynalı olsun, çünki biz hamımız Ukrayna xalqının cəsarətinə valihi Ukraynalılar da sevirik o öz yerində. Amma mən qayıtmaq istəyirəm ki, bunlar bunu Rusiyanın əlinin işi kimi göstərməyə çalışırlar. Bunu da biz ilk gündən deyirdik. Mən sizə elə telefonda da deyirdim ki, Mehman bəy, görəsiz ki, Əliyev və digərləri bu saat barbar bağıracaqlar ki, vay üstümüzə Rusiya ki, bunu edən Rusiyadır. Mən sizin sonuncu serialı gördüm. Sonuncu hissəni daha doğrusu gördüm. 5-ci hissədə. Orada bir video var idi. Onu çəkən elə xanımdır. Yəni o video aydındır ki, xanımın mobilindəndir. Və mənim üçün aydın oldu ki, əslində bu bir Odessalının digər Odessalıya qarşı sızmasıdır. Məndə hər halda belə bir təəssürat yarandı. Yəni ay Rusiyadır, ay nə bilim dövlət xidməti. Yəni bu rəfiqələrdir. Hər halda siz orada onun səsini verməsəydiniz, çəkənin kim olduğu biraz müəmmalı qalsaydı, bu yenə də belə deyək də fantaziya üçün əlgeri qoyardı ki, acaba kimdir bunu çəkən, acaba həmin o adamdırmı bunu sızdıran. Siz isə hər şeyi göstərirsiniz səslə. Xanımdır, qızdır, danışır, nə bilim nə bişirirsən və s. və məndə şəxsən belə bir təəssürat yəni və ələxüsus da sizin əvvəlki hissələrdə siz deyirsiniz ki, o bilir ki, o necə tanış olub Heydərlə, orada Azərin rolu və s. Məndə belə bir təəssürat yarandı ki, elə xanım özü yəqin ki, bunları sızdırmış ola bilir. Buyurun. Sevinç xanım, siz bilirsinizmi, belə bir xəstəlik var, paranoik. Bəli. İnsan yuxusuz qalanda, insan narahatçılıq görəndə, insan mətbuatın onun üzərinə hücumu görəndə, insan şok effekti yaşayanda, insan çıxılmaz vəziyyətdə qalanda, rəzil günündə qalanda paranoik davranışları olur. Yəni İlham Əliyev hal-hazırda yenə deyirəm ki, biz onu nakauta salmışıq. Biz onu o hazırda prezident vəzifəsində oturmalı deyil. Yəni İlham Əliyev hal-hazırda götürüb Maşdağa dəlixanasına aparmaq lazımdır. Onda artıq beyninin hüceyrələri düzgün işləmir.
O paranoikdir. O düşünür ki, aha, bunu Ruslar eləyir. Amerikada mitingi kim eləyib? Aha, bunu Amerikanlar eləyib. Münhendə Emini kim göndərib? Aha, İsveçrəlilər göndərib. Bu adam şok effekti yaşayanda, gecələr yatmayanda, beyin hüceyrələri bir-birinə dəyməyəndə beyin inkişaf eləmir. Yəni İlham Əliyevə mən birinci məsləhət odur ki, Maçdağın psixiki xəstəxanaya müraciət eləsin. Bu ciddi sözümdür. Mən də arada psixoloqun yanına gedirəm də, yəni mən də adamam, pis günlərim olur, mən də psixoloqa müraciət edirəm. İlham Əliyev o qədər ikili, üçlü oyun oynayıb, o qədər Rus kəşfiyyatı ilə əməkdaşlıq eləyib, onlara atıb, o qədər Türk kəşfiyyatı ilə işləyib, onlara atıb, o qədər Avropalılarla diyaloqa gedib, bunları fırladıb. İlham Əliyev hər kəsi atıb. Sözün yaxşı pis mənasında, yəni atıb. Soxuş gəlib. Mən mədəni dilində dedim. Soxuş gəlib. Yalan danışıb, fırladıb. Bax, İlham Əliyevin xisləti budur. Və o düşünür ki, hamı elədi. O düşünür ki, o necə Rusiyadan, Rus kəşfiyyatından, Putindən asılı olan adamdır. O düşünür ki, mehman da belədir. Amma mən yenə də hamıya açıq aydın deyirəm. Əgər İlham Əliyev düşünürsə ki, bunu mənə Rus kəşfiyyatı ötürüb, mən bunu danmayacam. Qoy bu fikirlə narahat olsun, qoy yuxusuz qalsın. Qoy düşünsün ki, Rusiya. İlham Əliyev düşünsə ki, yox, Rusiya yox, bunu türklər, Türk kəşfiyyatı ötürüb, qoy elə düşünsün. İlham Əliyev bir gün düşünəcək ki, bunu Tovuzun Əsrik kəndindən Əftändil kişi mənə ötürüb. Qoy onu düşünsün. Mən ona bu sualın cavabını deməyəcəm. Mən heç kimə bu sualın cavabını deməyəcəm. Bu məlumatları mənə kim ötürüb? Qoy İlham Əliyev narahat qalsın. Bizə ötürülən məlumat 1. Həqiqətdir. 2. Millət üçün vacib və maraqlıdır. 3. Bu fakt yoxlanılıb, bu yalan deyil, bu photoshop deyil, bu uydurma deyil. 4. Biz bundan istifadə eləməliyik ki, İlham Əliyevi hərəkətə gətirək. İlham Əliyevə məcbur edək ki, xalqa xidmət eləsin. Dünya dəyişib. O İlham Əliyev deyir, dünya dəyişib. Kim güclüdürsə, o söz sahibidir. Mən də İlham Əliyevlə tam razıyam. İndi mən güclüyəm, mən burada söz sahibiyəm. Mehman Hüseynov, təşəkkür edirəm sizə. Çox sağ olun. Gecəniz xeyir olsun. Sağ olun.